Ata, sən minnətdarım, ya Rəbb. Bu gün, ata, mən sənin qarşıma, ya Rəbb, gətirirəm bütün xəstələri. O xəstələr ki, ata, xəstəxana köşələrində çox istirab çəkir. Ata, sən qadirsən. Müqəddəs ruh, uzat uzun əllərini. O xəstəxana köşələrində ayağa qalxa bilməyən, ya Rəbb, imdad diləyən hər bir kəsi sən ayağa qaldır. Necə ki, sən iplicə ayağa qaldırdın. Ya Rəbb, sənin qurtuluşun. Ya Rəbb, bizim həyatımızı tamamilə qurtardı. Eləcə də sənin qurtuluşun qoy bütün xəstəxanalara tökülsün, ya Rəbb. Hər bir xəstə ayağa qalsın və sənə izzət gətirsin, ata. Səndən istəyib, səndən diləyirəm, ata. Qoy sənin qurtuluşun, ata, bütün bəşəriyyəti azad etsin. Sənin lütfün gələndə, ya Rəbb, hər şey və hər şey dəyişir. Bütün cismani həyatımızın nəyi varsa, onları tamamilə uzaqlaşdırır. Ya Rəbb, fəryad edən, imdad edən hər bir kəsi qurtaran sənin sözündür, ya Rəbb. Ya Rəbb, bir zamanlar biz sənin sözünü bilməməzlikdən çox istirablar çəkdik, ya Rəbb. Və bugün eyni şəkildə insanlıq o istirabın içindədir. Bəşəriyyət o cür əzabın, istirabın içindədir. Ya Rəbb, sən qarşıma gətirəm. Sənin əllərinə verirəm, ya Rəbb, toxun. Sənin lütfün qoy onları azad etsin. Sənin lütfün bütün bəşəriyyəti tamamilə hər bir cismani həyatdan uzaqlaşdırsın. İsa'nın ismində, İsa'nın diri adında dua edirəm, ata. Ya Rəbb, necə ki sənin kəlamın da deyir, hər zaman dua edin. Ya Rəbb, dua edirəm. Bütün ata müqəddəs, seçilmiş övladların, ata, ya Rəbb, nə diləyirlərsə, nə istəyirlərsə, ata, qoy o istək və arzular yerinə getsin. Sənin kəlamın deyir ki, oyaq olun, ya Rəbb. Həqiqətən, ya Rəbb, sənin kəlamın qoy oyatsın bütün müqəddəsləri. Qoy bütün müqəddəslər sənin sözündə, sənin hikmətində yaşasın. Çünki sənin hikmətin bütün dünyanı qutaracaq, bütün dünyanı oyadacaq bir gücə sahibdir. Necə ki, Efeslərdə sənin kəlamın deyir. O zirehli dəbilqələri geyinin, ayaqlarınıza, o çarıqları geyinin, müjdəni yaymaq üçün. Dünyada nə pisliklər varsa, sənin müjdən o pislikləri tamamilə yox edir. Sənin verdiyin o çarıq, ata, bizim ayaqlarımızda sülhü, dünyanın bu başından o başına qədər yayır, ya Rəbb. Sənə şükürlər olsun, sənə izzət olsun, ya Rəbb. Sənin, ata, ölümünlə, ata, ya Rəbb, və dirilişinlə biz həyata qayıtdıq. Sənin ölümünlə bizim bütün həyatımızın hər bir pisliyi yox oldu. Və sənin dirilişinlə biz yeni həyata qədəm qoyduq, ya Rəbb. Qoy bu qədəmlər daimi irəli getsin. Qoy bu qədəmlər daimi öyrətsin. Bu qədəmlər daimi sənin sözünü hər yeri car çəksin. Xeyirda ver, evlərə xeyirda ver. Ailələrə xeyirda ver. Ab-ı havaları dəyiş, ya Rəbb. Evin ab-ı havaları tamamilə sənin sözünlə tamamilə nurlansın, ışıqlansın. Hər bir evin güşəsi sənin tərəfindən, ata, xeyirdualandırılsın. Ata, sən minnətdarıq. Hər şeyə görə sənə minnətdarıq. Sən yerin göyün Rəbbisən. Sən, ata, bizi yaradansan. Bizi qurtaransan. Bizi xilas edənsən. Sənə şükürlər olsun. Sənə izzət olsun, ya Rəbb. Ya Rəbb, qoy o içdə, o daxildə, o qədər, ata, elə bir güc olsun ki, biz istədiyimiz hər bir şeyi almış kimi qəbul edə bilək. Necə ki, sənin kəlamın deyir ki, görünməyəni görünən kimi qəbul edin. Və biz dua edirik.
və imanla inanırıq. Nə diləyiriksə, o yerinə yetir. Ata, biz sənin qarşıva İsraili gətiririk, ya Rəbb. Bütün bu müharibələrin tamamilə sülhə dönməsini istəyirik. Ya Rəbb, sənin bayrağın qalxsın, ya Rəbb. Sənin bayrağın, o qırmızı, atəş saçan bayrağın qoy, ata, İsrail xalqının üzərində, ya Rəbb, yerlənsin deyə dua edirəm. Qoy artıq, heç bir ata, ya Rəbb, uşaqlar, qadınlar əziyyət çəkməsin, ya Rəbb. Səndən istəyib, səndən diləyirəm. Sənin qüdrətin axsın, ya Rəbb. Bütün bu müharibələrə son qoyulsun. Ukrayna, Rusiya arasında nə içdə, daxildə qurulan planlar varsa, o planların tamamilə dağılmasını və sənin planlarının həyata keçməsini istəyirik və diləyirik səndən, ya Rəbb. Və bütün hər bir vəziyyət sənin tərəfindən idarə altına girsin. İsa'nın ismi ilə, İsa Məsihin diri adıyla minnətdarıq sənə. Minnətdarıq sənə. Ata, oğul, müqəddəs ruh naminə. Amin, amin, amin.